Abşeronda hündür mərtəbəli binadan yerə yıxılan qadın həyatını itirib. Hadisə Xırdalan şəhərində yerləşən binaların birində qeydə alınıb. Belə ki, 36 yaşlı Zeynəb Mehdiyevanın binanın 12-ci mərtəbəsindən yerə yıxıldığı bildirilir. O, aldığı xəsarətlərlə ilə hadisə yerindəcə ölüb. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Biz də Saskıya gəlmişik bura. İndi düz sağ olsunlar, polis əməkdaşları gəldi, təcili yardımda gəldi. Gəldi görür ki, belə hadisə yerdə olub. İndi biz də hamı kimi öz kəmərimizi göstərdik. Qaldırıb, yəni maşına yerləşdirdik və bu qədər. Yəni, onu heç kim bilə bilməz ki, yəni nədən olub, necə olubdur. O aydın məsələdir. Onu yalnızlar bilirlər. Gəldik, biz kömək elədik. Allah rəhmət eləsin. Görüyor, yəni rəhmətə gedib.